Salam elə ki, əziz və dəyərli qardaşlar. Sizə işlədiyimiz bir hamamın işıqlar yoxdur. Ona görə daha üzürlü sayın. Evdə işıq yoxdur, niyə bilmirəm. Bu elektrik qardaş bilər də yəni. İşlədiyimiz bir hamamın divarlarını göstərirəm. Divarlarını işləmişik, yekunlaşmışıq. İndi inşallah ki, bura bir tumba tikiblər. Bunun da üstünü işləməliyik və yerin metlağını vurmalıyıq. Bu videonu çəkməkdə məqsədim bəzi müştərilərimizə, bilməyən müştərilərimizə onu bir çatdırmaqdır ki, evlərimizdə patologlardan aşağıya suyun dammasının səbəbi bax bu kanalizasiya turbasının kənarının yaxşı bərkidilməməsidir. Əgər evdə patologdan su damırsa, bu şəkildə izolyasiya olunmuş və yaxud olunmamış, izolyasiya olunmasa belə hətta, bu şəkildə olan bir hamamın uklonu bura verilir. Yəni, birinci uklonu yoxlamaq lazımdır. Hamamda əgər uklonumuz trapadırsa, aşağıya su damırsa, problemi trapın kənarında axtaraq. Problemlər əsasən necə baş verir? Baxın, deməli, izolyasiya vurulub, trapın yanı bir balaca açıq saxlanılıb. Niyə? Ki, kafel ustası o trapı buna taxsın, metlağına uyğun düzəltsin. Elə bir anlayış səhvdir. O səhv anlayışdır. Çünki santexnik bunun başına öz trapını qoyub, bu durbanın uklonunu nəzərə alıb, trapdan bu durbaya suyun getməsini nəzərə alıb, tam şəkildə bərkidib, kafel ustasına təhvil verməlidir. Deyək ki, verdi. Əgər o bunu veribdirsə, tam şəkildə, inandırım sizi ki, o trapın kənarları mükəmməl şəkildə izolyasiya olunubdur. Yox, əgər bugünkü günümüzdə su aşağı axırsa, bu turbanın getdiyi istiqamət var. Yəni, həmən istiqamətin yanından su sızır yerə, aşağıya doğru. Məsələn, bu turba deyək ki, indi biri belə, biri bu yana gedir. Bu, əgər düz keçirsə aşağı, betonu düz keçirsə aşağı, bunun kənarı xüsusi bir qaplama ilə örtülübdürsə, ki, turbada heç bir deformasiya baş verməsin və o qaplama ilə bu istiyaşka vacib məsələdir. İndi vacib nöqtəyə gəlirik. Əgər istiyaşka, yəni düzgün şəkildə tökülməyibsə, deyək ki, sıxoy şəkildə tökülübsə, bu turbanın qaplaması ilə istiyaşkanın, o boş olan istiyaşkanın arasında olan məsafə həmən qaplama hissəsindən su gedir aşağı. O halda ki, trapın qırağında deformasiya baş verib və aşağıya su sızma nəticəsi var. Əgər su buradan keçə bilməsə, o əks abratlı şəkildə bizim trapımızın böyründən qaynayıb çıxmalıdır və orada göllənməlidir. Yəni, buradan su aşağı gedir, ona görə də artıq trapa yox, çatan kimi kənarından istiqamət eləyir və bu durba ilə bərabər düz sonlu patoloqa kimi gedir. Yəni, bu məsələ belədir. Dedim ki, bilməyənlər bilsinlər.